Qəzəbin ünvanı dəyişir. Həkimə qarşı zorakılıq. Problem sistemdədir. Səhiyyə Nazirliyinin Ümumi Cərrahiyyə üzrə mütəxəssis eksperti, Azərbaycan Tibb Universitetinin dosenti, ümumi cərrah Elman Tağısoy, həkimin qətli ilə bağlı sosial mediada yenidən gündəmə gələn xəstəxana təhlükəsizliyi və səhiyyədə baş verən hadisələr mövzusunda özünün Facebook statusunda maraqlı fikirlərlə münasibət bildirib. Öz məqaləsində Elman Tağısoy belə yazır. Son hadisə bir daha göstərdi ki, məsələ təkcə bir fərdin davranışı ilə izah oluna bilməz. Bu, daha dərin sistemli problemdir. Bugün səhiyyə sistemində bir sıra ciddi boşluqlar mövcuddur. 1. Pasient hara müraciət edəcəyini bilmir. 2. Xidmət imkanları ilə gözləntilər arasında uyğunsuzluq var. 3. Həkimi qoruyan mexanizmlər zəifdir. 4. Məsuliyyət sistemin deyil, fərdlərin üzərinə atılır. Nəticədə isə vətəndaşla həkim qarşı-qarşıya qalır. Qəzəbin ünvanı dəyişir. Vətəndaş sistemi görmür, qarşısında yalnız həkimi görür. Problem sistemdə olsa da reaksiya həkimə yönəlir. Halbuki həkim çox vaxt bu sistemin boşluqlarını kompensasiya etməyə çalışan, amma ən müdafiəsiz qalan tərəfdir. Zorakılığa bəraət, hadisədən sonra səslənən çarəsizlik argumenti əslində daha böyük təhlükənin siqnalıdır. Bu yanaşma zorakılığı normallaşdırır, həkim peşəsini biraz da nüfuzdan salır, hüquqi yox, emosional davranışı təşviq edir. Bu isə artıq ictimai təhlükəsizlik məsələsidir. Həkim kimdir? Ona qarşı niyə diqqətli olmalıyıq? Bəzən insanlar həkimlərin yekəxanalığından, özündən razılığından gileylənirlər. Əslində buna bir qədər təbii baxmaq lazımdır. Bu insanların egosunun çox təbii səbəbləri var. Onlar məktəbdə yüksək nəticə göstərmiş, ali məktəblərə yüksək ballarla qəbul olmuş, uzun illər ağır təhsil və təcrübə keçmiş, daim öyrənən, kitab və elm içində olan insanlardır. Belə bir peşəyə münasibət də buna uyğun olmalıdır. Həkimə çoban yanaşması ilə yanaşmaq səhiyyəyə obyektiv qiymət verməyə imkan verməz. Strateji itki və risklər. Həkimlərə qarşı bu münasibət davam etsə, səhiyyə sistemi onları hədəfə gətirməklə özünü müdafiə taktikasını davam etdirsə, bizi ağır nəticələr gözləyir. Ən azı peşəkar həkimlər sistemi tərk edəcəklər. Tibbi xidmətin keyfiyyəti daha da aşağı düşəcək. Ona görə də həkimləri qoruyan hüquqi mexanizmlər gücləndirilməli, pasiyent yönləndirmə sistemi şəffaflaşmalı, qərar və məsuliyyət mexanizmləri aydın qurulmalıdır.